Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində Azərbaycan hava yollarına məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir. Bildirilib ki, atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafiyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüzünlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı acısını bölüşürük. Bəyanatda qeyd olunub. Milli Məclisin deputatı Sevinç Fətəliyeva proseslə bağlı fikirlərini bölüşüb. Müasir dövrdə Azərbaycan-Rusiya münasibətləri beynəlxalq müstəvidə artan qeyri-sabitlik fonunda inkişaf edir və bu münasibətlərin dayanıqlılığı artan böhranın olmaması ilə deyil, onların necə idarə olunması ilə ölçülür. 2024-cü ilin dekabrında Azala məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin birgə bəyanatı məhz belə bir yanaşmanın praqmatik, məsuliyyətli və strateji balansın qorunmasına yönəlmiş siyasətin göstəricisidir. Bu bir daha sübut etdi ki, tərəflər qarşılıqlı hörmət, məsuliyyət və maraqların nəzərə alınması prinsipinə əsaslanaraq hərəkət etdikdə, hətta böhran şəraitində belə strateji tərəfdaşlığı qoruyub saxlamaq mümkündür. Məhz bu model böhrandan idarə olunan əməkdaşlığa keçid bugün Azərbaycan-Rusiya münasibətlərinin dayanıqlığını təmin edən əsas amillərdən biri kimi çıxış edir və onların dəyişən dünya nizamında mövqeyini müəyyənləşdirir.